Salam, hər vaxtınız xeyir olsun. Bu günləri biz hal-hazırda Ağcabəd rayonundayıq. Laçın obası deyilən bir qəsəbədəyik. Şəhid İlnur Şahmurad oğlu Cabbarovun məzarını ziyarət eləməyə gəlmişik. Bax, görürsünüz, burada da yazılıb. Yəni biz bayaq da çəkilişdə qeyd edərdik ki, bizim şəhidimiz, qəhrəman şəhidimiz Qarabağ ordeni ilə təltif olunub. 44 günlük müharibədə yeganə 4 nəfər şəhidimiz olub. Yəni 4 nəfərdən biri də bizim İlnur Cabbarovdur. O ordeni layiq görülüb. Vətən müharibəsi, mən deyərdim ki, bizim şəhidimizə vətən müharibəsi qəhrəmanı düşür. Yəni çox qəhrəman, çox igid oğlan idi. Mən yəni 5 ildir mən hər zaman istəmişəm ki, gəlim Elnuru ziyarət edeyim. Bugünə qismət imiş mənim gəlməyim. Elnur, kaş səni mən görməyeydim. Sən o qədər qəhrəman igid oğluydun ki, sən orada gələndə qürurla dedin ki, mənə heç nə olmayacaq. Mən sonradan öyrəndim ki, Elnur şəhid olub. Mən 44 günlük müharibədə yaralı əskərlərə baxmışam. Bir Elnurun ölümü mən, düzdür, şəhidlərin hamısı məni yandırır. Çünki görmədiyim şəhidlər də var. Bir də yine də getdim başqa bir şəhidi ziyarət eləməyə. Gördüm ki, Tamerlan orada şəhid olub. Allah ruhun şad eləsin, məkanın cənnət eləsin. Allah atasına, anasına səbir. Elnur balamızı ziyarətə gəlmişəm. Allah məkanını cənnət eləsin, məqamını eləsin. Allah bütün şəhidlərimizin məkanını cənnət eləsin. Mənim üçün çox ağırdır. Onlar qəhrəman döyüşüblər. Torpaq anaların sevməyiblər, öz torpaqlarını seçiblər, öz torpaqlarını sevirlər. Torpaq yolunda da şəhid olublar. Mənim oğlum da kəşfiyyatçı idi, Şamil Əliyev. O bir anasını yox, torpağını sevdi. Torpağını seçdi. Allah hamısını məkanını cənnət eləsin. Mənə 8-i noyabrda deyirlər ki, bayramdır. Dedim, o bizim bayramımız deyil, o bizim oğlanlarımızın bayramıdır. Qanunla tarix yazan oğlanlarımızın bayramıdır. Biz analar oğul gəzirik, amma onlar öz qanı ilə torpaq aldılar. Onların bayramıdır. Allah məkanlarını cənnət eləsin. Nə qədər uca olsa da, nə qədər qürurlu olsa da, o qədər də ana üçün ağırdır. Bizim ürəyimizdə bir sağalmaz yaradır, bala dərdi. Allah hamınızı var eləsin. Allah bütün şəhidlərimizin məkanını cənnət eləsin. Onların hamısının o daşdan baxan gözəl gözlərinə Şamilin ürəyi yaranası qurban. Rayonundan Əliyev Sehrimanın anasıyam. Elnur balamızın anım günüdür. Anasının yanında olmaq üçün, ona başsağlığı vermək üçün, dəstək olmaq üçün bir ana kimi özümüzə borc bildik. Onun yanındayıq. Allah atasına, anasına, Allah Taala səbir versin. Mənim oğlum da tankçı idi. 2 balası var, körpə balası əmanətdir mənə. Elə tankda da yanaraq şəhid oldular. 3 əskər, 3'ü də. 31 yaşında mənim balam şəhid oldu. Allah cəm şəhidlərimizin məqamını uca eləsin, məkanlarını cənnət eləsin. Ruhları daima şad olsun. Mən həmişə elə deyirəm, yaralı balalar, deyirəm, rahat uyuyun o cənnətinizdə. Cənnətiniz əbədi olsun. Amin inşallah. Allah cəmi valideynlərə də səbir dözüm versin. Bizim dərdimizin dərmanı ancaq səbirdir. Allahdan bircə onu diləyirəm ki, biz valideynlərə Allah səbir versin, dözüb dayanaq, balalarımızı beləcə yaşada bilək. Bizim məkanı cənnət eləsin. Elnur bizim əziz qardaşımız olub, dostumuz olub. Elnur haqqında çox sözlər danışmaq olar. Qəhrəman oğlanıdır, yaxşı yoldaşıdır, yaxşı dostudur.
elimiz üçün gərəkli bir oğlanıdır. Allah məkanı cənnət eləsin. Hayf belə oğlanlardan, yəni çox sözlər yenə deyirəm danışmaq olar. Mən özüm şəxsən Laçın rayonundanam. 1995-ci ildə üzr istəyirəm, mən anadan olmuşam. Mən Laçını görməmişdim, amma Laçını Elnur kimi, Şamil qardaşım kimi, Elnur qardaşım kimi, Sehriman qardaşım kimi, eləcə də şəhidlərimiz çoxdur. Allah hamısının məkanı cənnət eləsin. Onlar bizə, şəxsən mən onlara ölənə qədər borcluyam. Şəhidlər bizim at yerimizdir, baş tacımızdır, qürur yerimizdir. Allah ana sizlərə səbir versin. Yəni seçilmiş oğlanlardır. Yəni Allah hər insana bu şəhidlik zirvəsini nəsib eləmir. Şahmurad əmi, Allah sizə də səbir versin. Yəni çox sözlər danışmaq olar. Sözlər ifadə, yəni yetmir ki, bu cür oğlanları hansısa bir sözdən ifadə eləyəsən. Allah sizlərə də səbir versin. Allah bütün şəhidlərimizin məkanı cənnət eləsin. Qazilərimizə kömək olsun. Biz Füzuli rayonundan boş bildik ki, gələk. Beş rayonlara bölmək istəmirəm. Yəni, hamımız el oluyuq. Elin o başı olmaz. Yəni Azərbaycanın bir şəhidi var, bir qazisi var. Bir dənə Qarabağımız var. Şəhid də hamımızın şəhididir. Allah hər birinin məqamı cürəsində ruhları şad olsun. Və bu günləri biz yenə də özümüzə boş bildik ki, Sehriman qardaşımızın anası Pərana, Şamilimizin anası kəşfiyyatçısı Sədaqət ana və Afərim xanım, bizim operatorumuz və Gerbazın müxbiri Mirabbas müəllim özümüzə borc bildik ki, gərək Şahmurad qardaşımızın və anamızın yanında olaq. Biz hər şəhid qapısı bizim üçün bir ocaqdır. Biz bu ocaqlara gələndə siz o qədər nə qürurla gəlirik, o qapıları açırıq. Könüllüyük, özümüzdə könüllüyük. Bu Cabbarov da özündə könüllü olub, Elnur. Vətənimizin belə qəhrəman oğlanları Sehriman kimi, Şamil kimi, Elnur kimi və onların timsalında olan bizim qəhrəmanlarımız hər biri bizim baş tacımızdır. Mən hər bir şəhid ailələri qarşısında baş əyirəm və bizə olan əmanətlər, atalar, analar, şəhid yarları, şəhid bacıları, qardaşları, hər biri bizə əmanətdir. Biz onlara hər birinin qarşısına baş əyirik. Ruhlar şad olsun. Qarabağ, Azərbaycan.